Xoş gördük hər birinizi Yeni Yasamalın düz mərkəzində İnşaatçılar metrosuna cəmi 2 dayanacaq məsafədə 116 kvadrat kubcalı əşyalı bir mənzil düz mərkəzdədir dəyərli izləyicilərimiz. Mənzili sizlərə tanış edəcəm. Keçək mənzillə yaxından tanış olaq dəyərli izləyicilərimiz. Burada mənzilimizin giriş hissəsi yerləşir. Baxın, daxil olduq. Belə bir giriş qapısı var. Girən kimi solda yığılmış qardırop hissəsi var. Döşəmə taxtadır, qeyd edim, yəni poldur. Bu şəkildə 116 kvadrat ümumi sahədir, qanuni 3 otaqdır. PDF olmayıb, proyekt nədirsə o şəkildə təmir olunub. Giriş qapısı buradadır. Burada çamaşırxana hissəsi, sanitar qovşağı, birinci yataq otağı, ikinci yataq otağı, solda mətbəx hissə, burada isə mənzilin zalı, yəni qonaq otağı yerləşir. Gördüyünüz əşyaların demək olar ki, çoxsu mənzildə qalacaq. Razılıq əsasında hər bir şeyi mənzildə saxlamaq olar. 116 kvadrat ümumi sahədir. Qazı, suyu, işığı daimdir. Sənəd kupcadır. Qeydiyyatda heç kim yoxdur. Birbaşa notarial qaydada alqı-satqı edib, alqı-satqı günündə mənzilə köçüb yaşaya bilər və yaxud da ki, rahatlıqla uzun müddətli icarə verə bilərsiniz. Çünki mənzil tam əşyalıdır. Qazı, suyu, işığı daimdir. Sənəd kupcadır. Dövlət hipotekasına tam yararlı bir mənzildir. Burada mənzilin mətbəx hissəsi yerləşir. Mənzilə ana şəxs hissəsi öz zövqünə uyğun yüngül kosmetik təmir də edə bilər. Baxın, belə bir mətbəx hissəsi var və mətbəxdən eyvana çıxırıq. Baxın, bu şəkildədir eyvan. Baxın, belə bir eyvan hissəsi var. Binanın həyət istiqamətinə baxır və hal-hazırda mənzilə gün işığı da düşür. Bunu siz ayrı şəkildə görürsünüz. Belə bir geniş mətbəx hissəsi var. Heç qonaq otağından bir o qədər də istifadə etməyəcəksiniz. Lazım olan bir çox əşya da burada mövcuddur dəyərli izləyicilərimiz. Burada mənzilin birinci yataq otağı yerləşir. Çox geniş bir proyekti var mənzilin. Bunu mənzilə baxdıqda aydın şəkildə özünüz də görəcəksiniz. Baxın, bu şəkildədir yataq otağı. Burada da hər bir detal mövcuddur. Keçək digər hissələrlə tanış olaq. Burada isə ikinci yataq otağı yerləşir. Burada da əşyalar mövcuddur. Baxın, bu şəkildədir. Bütün otaqlarımız gendən bolunadır. Qeyd edək. Burada isə mənzilin sanitar qovşağı, yəni hamam tualet hissəsi yerləşir. Bax, belə bir hamam tualet hissə var. Əslində hamam tualet ayrı-ayrılıqdadır. Sadəcə buranı belə deyək, buranın santexnik əşyaları qurulmuyor. Buranın camaşırxana otağı kimi istifadə ediblər. Yəni qardırop hissə kimi istifadə ediblər. Siz istəsəniz buranın sanitar qovşağı edə bilərsiniz. Baxın, bu şəkildə yenidən mən sizlərə qeyd edim proyekti. Giriş qapısı, qardırop hissəsi, baxın belə bir gözəl, geniş dəhliz hissə, qonaq otağı, sanitar qovşağı, qardırop hissəsi, birinci yataq otağı, ikinci yataq otağı və mətbəx hissəsi. Qanuni 3 otaq 116 kvadrat kubcalı əşyalı bir mənzili sizlərə təqdim elədim. Qiymət 239 min manatdır. Real alıcıya endirmə olunacaq. Açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə də baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək Allah alanlara və satana xeyir versin.